Biri də ləduz olsa, nəysə, ikisi də ləduz olsa, yenə nəysə. Amma bir ailədən 3 qardaşın 3-ü də ləduz çıxırsa, artıq mən bunların qanında bir problem olduğunu düşünərəm. Qanları xarabdır, nəsilləri artmamalıdır deyərəm. Çünki bu dələduzların qarşısı başqa cür alına bilməz. Keçdiyimiz saatlarda isə xoş bir xəbər gəldi. Yox, yəni nəsillərinin artıb artmayacağı ilə bağlı bir xəbər deyildi. Amma müəyyən qədər xoş bir xəbər idi. Ən azından ilk baxışdan elə görünürdü. Çünki Zevsin dələduz qardaşlarından birinə 4 il həbs cəzası verildi. Mövzunu bilməyənlər üçün çox qısa özət keçirəm. Zevsi böyük ehtimal bir çoxlarınız tanıyır. Azərbaycanın ən böyük YouTube kanalıdır. Ən azından özü belə düşünür. Mənə görə isə Azərbaycanın ən böyük milli şərəfsizlərindən biridir. Yəni bunu kimsə inkar eləməsin. YouTube'dakı məşhurluğundan, insanların ona olan güvənindən istifadə edib saxta qumar saytları yaradan, bu saytları öz kanallarında reklam eləyən, minlərlə insanı özü yaratmış olduğu dələduz qumar saytlarına çəkən, sonrasında isə insanlar bu saytlara pul yatırdıqdan bir müddət sonra saytı yerli dibli yox edib, insanların yatırmış olduğu pulların arxasına keçən qansız, şərəfsiz məxluqun biridir. Yəni aranızda tanımayanlarınız var idisə tanısın. Eyni Zevs kimi qardaşları da onun bu iyrənc əməllərindən geri qalmır. Yəni bunların orada-burada yekə-yekə danışmağına baxmayın. Günün sonunda bu qardaşların hamısı şərəf yoxsunu bir dələduzdur. Amma Zevsdən fərqli olaraq keçdiyimiz saatlarda bu dələduz qardaşlardan birinə həbs cəzası verildi. Açığı xəbəri ilk dəfə görəndə dərin bir oh çəkdim. Ədalət yerini tapdı dedim, amma yanılmışam. Çünki insanları dələduzluq yolu ilə aldadan 400 min manatdan çox pulun arxasına keçən Zevsin ən balaca qardaşı Sedoya sadəcə 4 il həbs cəzası verildi. Baxın, kimsə məni qınamasın, amma artıq bu dövrdə ədalət insan adı belə deyil. Ən azından mən son zamanlarda uşağına ədalət adı verən bir ailəyə heç rast gəlmədim. Zamanında eyni qardaşı Zevs kimi Sedoyda bir sayt yaradıb, biraz qardaşı Zevsin məşhurluğundan istifadə edərək, biraz da bu dələduz saytı o çox sevdiyiniz bəzi blogerlərə reklam elətdirərək bu qumar saytına 18 mindən çox insan çəkmişdi. Bir müddət sonra isə bu saytı yerli dibli yox edərək yatırılmış olan 400 min manatdan çox pul ilə ortadan itmişdi. 400 min manat yəni yuh. Minimum maaşla işləyən birinin ömrü həyatında qazana bilməyəcəyi bir puldan gedir söhbət. Yəni bu kiməsə zarafat gəlməsin. Sedoy bu 400 min manat pul ilə birlikdə ortadan itmişdi. Bu xəbər də ölkədə çox uzun bir müddət gündəm olmuşdu. Yəni böyük ehtimal bilənləriniz var. Amma Sedoy çox keçmədən təbii ki polis tərəfindən şəriki olan bu qız dostu ilə birlikdə saxlanılmış. Baxın, nə isə deyəcəm, sonra məni cinsiyyətçi adlandıracaqlar. Ona görə demirəm. Bu qız dostu ilə çox keçmədən saxlanılmış, adlarına da cinayət işi açılmışdı. Amma bildiyim qədərilə pulların harda olduğu hələ də bilinmir. Yəni 400 min manatın arxasına keçiblər artıq. Ən azından belə bilinir. Bu qız da bu işdə xəzinə rolu oynayırmış. Yəni sayta yatırılmış olan bütün pullar, yəni o 400 min manat qızın hesabına köçürülürmüş. Artıq oradan hara göndəriblər, bu pulları harda depolayıblar, orası bilinmir. Yəni qısaca bu iki dələduz zamanında çox keçmədən saxlanılmış və adlarına da cinayət işi açılmışdı. Bu kimi məsələləri də bilirsiniz. Yəni ədalət sistemimiz çox güclü olduğuna görə bütün faktları araşdırıb ən düzgün qərarı vermək bəzən aylar, bəzən isə illər çəkir. Bu səbəbdən də bu cinayət işi haqqında davam edən məhkəmələr qərarını keçdiyimiz günlərdə verdi. 400 min manatdan çox pulu dələduzluq yolu ilə uğurlayan bu balaca dələduza sadəcə 4 il həbs. Yəni bəzən bu ölkədə baş verənləri ağlım almır. Qızın haqqında isə hələ ki bir xəbər yoxdur. Yəni 400 min manat pulu dələduzluq yolu ilə uğurlamış olan birinə 4 il həbs cəzası vermək məncə bu cəzadan daha çox biraz mükafat kimidir. Ən azından düz məntiqlə düşünəndə ilinə 100 min manat düşür. Yəni bu uşaq 4 il sonra həbsxanadan çıxanda keçmiş məhkum kimi yox, yeni biznesmen kimi çıxacaq. Nə deyim bilmirəm. Həqiqətən nə deyim? Hə, indi gərək yəni haqqına da danışaq. Məhkəmədə ilk öncə 10 il həbs verilibmiş. Amma daha sonra artıq nələrə görə ya da necə bilmirəm, amma cəzası 6 il azaldılaraq 4 ilə endirilib. Yəni həqiqətən sözün bitdiyi yerdəyik. Dediyim kimi, bu cəzadan daha çox məncə mükafat kimidir. Ən azından ömrünün 4 ilini gözəl şəraitli, üzr istəyirəm, dilim sürüşdü. Ömrünün 4 ilini cəzalarla dolu, ağır şəraitli həbsxanalarda keçirdəcək. Artıq bu nə qədər inandırıcıdır, ona siz qərar verin. Yəni bütün hər şey bir qırağa, hər şeyi başa düşdük, yaxşı. Bunlara inanıb onların saytına pul yatıran insanlar nə düşünür? Çox ciddiyəm. Yəni həqiqətən buna necə inana bilirlər? Bir YouTuberin saytına az pul yatırıb çox pul qazanacaqlar. Yəni bunun arxasındakı məntiqsizliyi heç mi başa düşmürlər? Of, nəysə, əslində bir tərəfdən də insanları da qınamaq olmur. Problem dələduzlardır. Bəli, bunu kimsə inkar eləmir. Amma əsas problem bu dələduzlara ümid bağlaya biləcək dərəcədə pis vəziyyətdə olan insanlarımızın var olmasıdır. Artıq bundan
nə başa düşürsünüz, orası sizə qalıb. Sedoy bu dələduz saytı yaradanda sayt demək olar ki, heç kəs tərəfindən tanınmırdı, bilinmirdi. Bu dələduz saytı öz kanallarında çox yaxşı bir şeymiş kimi reklam eləyən bəzi şərəfsiz bloqerlər də var idi. Hansı ki, elədikləri bu reklamlardan pullar qazanırdılar. İnsanları aldatmaq bahasına elədikləri reklamlardan. Hal-hazırda bu bəzi şərəfsiz bloqerlər heç nə olmamış kimi bizim aramızda gəzməyə davam eləyirlər. Burada ad çəkən deyiləm, nə bilim, Roş ya da Fərid deməyəcəm. Amma yəni bilin ki, Sedoy bu işdə tək deyildi və ən az onun qədər bu saytın dələduz sayt olduğunu bilə-bilə, məqsədinin insanları aldadıb pullarının arxasına keçmək olduğunu bilə-bilə bu saytı reklam eləyib, bura insan çəkən bəzi şərəfsiz bloqerlər də günahkardır. Onlar da cəzasız qalmamalıdır. Amma yəni işin başındakı adam Sedoy 4 il həbs alıbsa, onlar da yəqin ki 1-2-3 sutka yatıb çıxarlar. Nəysə, digər tərəfdən də, yəni mən inanıram ki, Sedoy 4 il sonra həbsxanadan çıxsa, o 400 min manatı bir şəkildə xərcləyib bitirsə, yəni bütün pulu bitsə, yeni bir dələduzluq saytı yaradıb onu tərifləsə, yenə də buna inanan, pul yatıran insanlar olacaq. Çünki dediyim kimi, problem dələduzlardır. Bəli, bunu kimsə inkar eləmir. Amma əsas problem onlara ümid bağlaya biləcək dərəcədə pis vəziyyətdə olan insanlarımızın var olmasıdır. Nəysə, mənim bu mövzu haqqında deyəcəklərim bu qədər idi. Siz də öz fikirlərinizi rəylərdə yazmağı unutmayın. Hər birini oxuyuram. Gələcək videolarda görüşmək ümidi ilə hələlik.